Bu insanlar yanğını söndürmək istəyirdilər, amma cəmi bir səhv vəziyyəti daha da təhlükəli etdi. Gəlin ən çox rast gəlinən 3 kritik yanğın səhvinə baxaq. Bir çox insan düşünür ki, su hər yanğını söndürür. Amma yanacaq, yağ və digər alışan mayelərdə bunun əksi baş verir. Su alovun altına keçir, yanan mayeni ətrafa yayır və nəticədə alov bir anda nəzarətdən çıxır. Belə hallarda xüsusi yanğın söndürən vasitələrdən və ya qumdan istifadə edilməlidir. Bağlı məkanda yanğın davam etdikcə oksigen azalır, amma yüksək temperatur qalır. Qapı açıldığı anda içəri daxil olan təmiz hava alovu qəfil gücləndirə bilər. Bu hadisə backdraft adlanır və saniyələr içində ağır nəticələrə səbəb ola bilər. Əgər qapı həddindən artıq istidirsə, onu açmağa tələsməyin. Bu hadisədə alışan maye avtomobildən axmağa davam edir və yanğını qidalandırar. Alovu söndürmək kifayət deyil. Yanğını qidalandıran mənbə aradan qaldırılmadıqca alov yenidən baş qaldıra bilər. Bu videonu həmkarlarınız və yaxınlarınızla paylaşın ki, onlar da bu kritik səhvlərdən xəbərdar olsunlar.